Əliyevlə Putinin görüşü ilə bağlı hökumət yönlü medianın necə eyni mətni yazdığından xəbərin var? Şimaldan gələn isti küləklər, Simonyan, Solovyov, Zatulin. Birinci dəfə deyil ki, hökumət yönlü media prezident administrasiyasından gələn tapşırıqla yazı yazır. Videonu bəyən, kanala abunə ol. Mən isə sənə bu mətnlərin eyni yerdən gəldiyini sübut edeyim. Birinci, Real TV-də yayımlanan reportajdan bu kiçik hissəyə baxaq. Bakı bu məsələdə 4 əsas tələb irəli sürmüşdü. Üzr istənilməsi, məsuliyyətin üzərinə götürülməsi, kompensasiyaların ödənilməsi və günahkarların cəzalandırılması. İndi isə Rauf Arifoğlu'nun yeni müsavatına sözbəsöz eyni mətn, eyni sıralama. Üzr istənilməsi, məsuliyyətin qəbul edilməsi, kompensasiya, günahkarların cəzalandırılması. APAya keçək. Düşənbə görüşü, Rusiya-Azərbaycan münasibətlərində dönüş nöqtəsi, təhlil. Yazıdakı bu cümləyə fikir verin. Xüsusilə də Simonyan, Solovyov, Zatulin və digər ermənipərəst mövqeli şəxslər. Qaydırıq yeni müsavatdakı yazıya. Bəzi ermənipərəst media fiqurlarının Simonyan, Solovyov, Zatulin və digərlərinin. APAdakı həmin yazıya bir də baxaq. Lakin Bakı və Moskva rəhbərliklərinin qətiyyətli mövqeyi və açıq siyasi iradəsi nəticəsində bu cəhdlər iflasa uğradı. Yeni müsavat sizcə nə yazıb? Eynisini. Lakin düşənbə görüşü göstərdi ki, onların bu planı tam iflasa uğrayıb. Bu qədər. Başqa deyəcək bir sözüm yoxdur. Mikroskopu izləməyə davam edin.